Salamlar, necəsiniz? Bugünkü dərsimiz xilasedicilərdir. Şəkildə verilmiş kitabın cildinə baxın. Kitabın adı nədir? Xilasedicilər. Kitabın müəllifi kimdir? Arif Şamal. Sizə kitabdan nədən danışılır? Əlbəttə ki, heyvanların insanların həyatında olan köməkdən danışılır. Mətni oxuyaq. Qartalın təşəkkürü. Ziya baba tələyə düşmüş qartalı xilas etdi. Bir gün qartal Ziya babanın papağını götürüb uçdu. Baba qartalın dalınca qaçaraq evdən uzaqlaşdı. Bu zaman zəlzələ baş verdi. Babanın evi dağıldı. Baba başa düşdü ki, qartal onu xilas etmək istəyir. Suallara baxaq. Qartal nə üçün babanın papağını götürüb uçdu? Çünki əvvəlcədən zəlzələnin olduğunu başa düşdü. Mətni başqa necə adlandırmaq olar? Burada qartalın köməyi deyə bilərik. Çalışma C-yə baxaq uşaqlar. Hansı şəkil mətnin sonluğuna uyğun gəlir? Deməli uşaqlar, qartal tələdən xilas olmağa çalışdı. Xeyr, baba uçmuş evini yenidən düzəltdi. Bu daha uyğundur. Qartal haqqında məlumatı oxuyun və suallara cavab verin. Qartal caynaqları ilə istədiyi əşyanı götürə bilər. Bəli. Qartal zəlzələni qabaqcadan hiss edir. Bəli. Qartal yırtıcı quşdur. Bəli. Hansı məlumatlar qartalın təşəkkürü mətnindəki məlumatlara uyğun gəlir? Əlbəttə ki, hər üçü. Daha doğrusu hər ikisi 1 və 2. Aşağıdakı şəkil hansı məlumatları təsdiq edir? Uşaqlar, burada birinci şəkli təsdiq edir. 2 A tapşırığına baxaq. Oxuduğunuz hansı mətnlərdə heyvanların insanlara yardımından danışılır? Məsələn, uşaqlar, kommentlərə sizin bu cavabınızı gözləyəcəm. B-yə baxaq. Alabaşın köməyi mətnini dinləyin və bunu uşaqlar praktik iş olaraq kommentlərə yazarsınız. Şəkilə diqqətlə baxın, heyvanların insanlara yardımı barədə danışın. Məsələn, uşaqlar, xilaskar it burada uşağı xilas edir. Və yaxud at insanın hər hansı bir yeri xəsarət görəndə onu daşıyır. Və digər şəkillərdən də kommentlərə yazarsınız. Çalışma C-yə baxaq. Aşağıdakı sözləri köçürün, samitlərin altına xətt çəkin. Uşaqlar, məsəl üçün biz samitləri və samitləri keçmişik. Bunu sizə tapşırıq olaraq verirəm. Çalışma 3-yə baxaq. Şeiri oxuyun. Şeirdə hansı təhlükə haqqında xəbərdarlıq edilir? Çay şeirinə baxaq. İsti havada, yayda. Uşaqlar çimir çayda. Çimmək hər şeyə dəyər, üzmək bilmirsən əgər. Çox getmə, dərin olar, bax, təhlükə yaranar. Əlbəttə ki, burada çimərkən daha diqqətli olmağımızı bizə deyir. Verilmiş şəkilləri şeirlə əlaqələndirin. Onların haqqında bildiklərinizi danışın. Uşaqlar, yuxarıdakı şeirlə əlaqəli olan şəkillərdir. Buna baxıb siz onlar haqqında məlumat verəcəksiniz. Cümlələri oxuyun, məlumatları kimə aid olduğunu müəyyən edin. Oda davamlı paltar geyinir. Əlbəttə ki, bu Fövqəladə Hallar Nazirliyinin işçiləridir. Dənizdə çimərlik nəzarət edir. Əlbəttə ki, bu çimərlikdə işləyən işçilər, suda batan insanlar xilas edir onlar. Qorumaq üçün respirator taxırlar. Fövqəladə hallar işçiləri taxırlar, uşaqlar. Bugünlük dərsimiz bu qədər. Sağ olun.